Məsələ 325. Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah Teala'nın adına və xüsusi sifətlərini bildirən sözlərə toxunması vacib ehtiyat olaraq haramdır. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin, imamların əleyhissalamların və Həzrət Zəhra əleyhissalamın mübarək adlarına da dəstəmazsız toxunmaq yaxşı deyil. Məsələ 326. Namaz vaxtı yetişməmişdən əvvəl pak olmaq qəsdi ilə dəstəmaz alıb və ya qüsl edərsə, səhihdir. Namaz vaxtı yaxınlaşdığı zamanda namaza hazırlanmaq məqsədi ilə dəstəmaz alarsa, eybi yoxdur. Məsələ 327. Vaxtın yetişdiyinə yəqin edən şəxs, əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alır və sonra vaxtın yetişmədiyini anlayırsa, dəstəmaz səhihdir. Məsələ 328. Cənazə namazı, qəbir əhlini ziyarət etmək, məscidə və imam əleyhissalamların hərəmlərinə getmək, yanında Qur'an gəzdirmək, oxumaq və yazmaq, Qur'an-ı Kərimin haşiyəsinə toxunmaq və yatmaq üçün dəstəmaz almaq müstəhəbdir. Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbdir. Bu işlərdən biri üçün dəstəmaz alınmışdırsa, dəstəmazla görülməsi vacib olan hər bir işi görə bilər. Misal üçün, o dəstəmazla namaz qıla bilər. Dəstəmazı batil edən şeylər. Məsələ 329. 7 şey dəstəmazı batil edir. 1. Bövl, sidik. 2. Qayit, nəcis. 3. Mədə və bağırsaqdan gəlib, qayitin məxrəcindən çıxan yel. 4. Gözün görməyib, qulağın eşitmədiyi yuxu halı, amma gözün görməyib, qulağın eşitdiyi hal dəstəmazı batil etməz. 5. Əqli aradan aparan şeylər, dəlilik, məstlik, ürək keçmə və s. kimi. 6. İrəlidə açıqlanan qadınların istihazə halları. 7. Cünub olmaq, hətta ehtiyat müstəhəb olaraq qüslü gərəkli edən hər bir iş dəstəmazı pozar. Cəbirə dəstəmazının hökmləri. Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar cəbirə adlanır. Məsələ 330. Əgər dəstəmaz yerinin birində yara, çıban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməsə, gərək adi vəziyyətdə dəstəmaz alınsın. Məsələ 331. Əgər yara, çıban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çıbanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin. Həmçinin onun üstünə pak parça qoysun, yəni yaranın, və əlin suyunu parçanın üzərinə çəksin. Amma sınıqda təyənnüm etmək lazımdır. Məsələ 332. Əgər yara, çıban, sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa, belə ki, ona məs çəkə bilməsə, məsələn, yara məs yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərində məs etməyə imkanı olmasa, bu surətdə təyənnüm etmək lazımdır. Həmçinin dəstəmaz alıb məhz yerinin üzərinə pak bir parça qoyaraq, onun üzərindən əlində olan dəstəmaz suyunun nəmliyi ilə məhz etməsi müstəhəb ehtiyatdır. Məsələ 333. Əgər çıban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın. İstər yara və onun misli üzdə və əllərdə olsun, istər başın qabağında və ayaqların üstündə olsun. Məsələ 334. Əgər üstü bağlı yara, çıban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafından mümkün olan miqdarı yumalı və cəbirənin üzünə məsih etməlidir. Məsələ 335. Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və üzərinə qoyulan şey pak olsa, suyun yarıya çatdırılması mümkündürsə və zərəri olmasa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara
və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yarıya çatdırmaq mümkün olarsa, onu yumalı və dəstəmaz alarkən suyu yarıya çatdırmalıdır. Yarıya zərəri olmadığı təqdirdə də suyu ona çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olar və onu yumaq mümkün olmazsa, təyənnüm etməlidir. Məsələ 336. Əgər cəbirə dəstəmaz üzvlərinin bəzisinin hamısını örtmüş olsa, zahir budur ki, cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını örtmüş olsa, ehtiyat olaraq təyənnüm etməli və cəbirə dəstəmazı da almalıdır. Məsələ 337. Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil. Hətta ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın hissələrindən olsa belə, onun üzərinə məsh çəkmək olar. Məsələ 338. Əlinin içində və barmaqlarında cəbirə olub, dəstəmaz aldığı zaman islanmış əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər. Məsələ 339. Cəbirə eyninə ayaq üzərinin hamısını əhatə etmiş olduğu halda, barmaq tərəfi ilə ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir. Məsələ 340. Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirə olan yerlərdə isə cəbirə göstərişi ilə əməl etsin. Məsələ 341. Cəbirə yaranın ətrafından normadan çox yeri tutur və əziyyətsiz onu qaldırmaq mümkün olmursa, cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda, əgər cəbirəni qaldırmaq əziyyət vermirsə, onu qaldırmalıdır. Həmçinin, əgər cəbirə üz və qollardadırsa, onun ətrafını yumalıdır. Əgər baş və ya ayaqlar üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə görə əməl etməlidir. Məsələ 342. Əgər dəstəmaz üzvlərində yara və sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir. Məsələ 343. Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin. Məsələ 344. Əgər dəstəmaz və qüsl yerinə aradan qaldırılması mümkün olmayan və ya dözülməyəcək qədər əziyyətli olan bir şey yapışarsa və həmin şey təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, cəbirə hökmünü daşıyır. Məsələ 345. Meyyit qüslündən başqa digər qüsüllərdə cəbirə qüslü eyni ilə cəbirə dəstəmazı kimidir. Amma lazım ehtiyat olaraq o tərtibi qaydada yerinə yetirilməlidir. Daha aydın nəzərə görə, bədəndə yara və çıban olduğu təqdirdə mükəlləf qüsül və ya təyəmmüm arasında sərbəstdir. Hansını istəsə edə bilər. Qüsl etməyi seçdiyi təqdirdə də, əgər onların üzərində cəbirə yoxdursa, üstü açıq olan yara və ya çıbanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh çəkməsi müstəhəb ehtiyatdır. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır. Məsələ 346. Vəzifəsi təyəmmüm olan bir şəxsin təyəmmüm üzvlərinin bəzisində yara, çıban və ya sınıq olarsa, cəbirə dəstəmazında söylənən qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir. Məsələ 347. Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər.
Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümid vardırsa, səbr etməli və əgər üzrü aradan qalxmasa, vaxtın sonunda namazının cəbirə qüslü və ya dəstəmazı ilə qılması daha yaxşıdır. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, bu zaman dəstəmaz alaraq və ya qüsl edərək namazını yenidən qılması ehtiyat müstəhəbdir. Məsələ 348. Əgər insan gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin. Məsələ 349. Vəzifəsi təyəmmüm və ya cəbirə dəstəmazı olmasını bilməyən şəxs vacib ehtiyata əsasən hər ikisini yerinə yetirməlidir. Məsələ 350. İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sondakı namazları da qıla bilər. Vacib qüsüllər. Vacib qüsüllər 7-dir. 1. Cənabət qüslü. 2. Heyz qüslü. 3. Nifas qüslü. 4. İstihazə qüslü. 5. Məssi meyyit qüslü. 6. Meyyit qüslü. 7. Nəzir, ant və s. vasitəsilə vacib olan qüsüllər. Cənabətin hökmləri. Məsələ 351. İnsan iki yolla cünub olur. 1. Cima, cinsi əlaqə. 2. Mənin xaric olması ilə. İstər yuxuda olsun, istər ayıq, istər az olsun, istər çox, istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyarı olsun, istər ixtiyarsız. Məsələ 352. Əgər insan ondan xaric olan rütubətin məni, yoxsa sidik və ya başqa bir şey olduğunu bilməsə, belə ki, əgər həmin rütubət şəhvətlə və sıçrayışla xaric olubsa və xaric olduqdan sonra bədən süst olubsa, həmin rütubət məni hökmündədir. Lakin əgər bu üç əlamətdən heç biri yaxud bəzisi olmasa, həmin rütubət məni hökmündə deyil. Amma xəstə olan şəxsdə o rütubətin sıçrayışla xaric olması və xaric olduğu zaman bədənin süst olması şərt deyil. Təkcə şəhvətlə xaric olsa, məni hökmündədir. Məsələ 353. Xəstə olmayan bir kişidən əvvəlki məsələdə deyildiyi kimi 3 nişanədən birinə aid olan bir su çıxsa və başqa nişanələrə də sahib olub-olmadığını bilməsə, o suyun çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı deyildirsə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil. Məsələ 354. İnsanın məni xaric olduqdan sonra bövl etməsi müstəhəbdir. Bövl etmədiyi təqdirdə qüsüldən sonra ondan məni və ya başqa rütubət olduğunu bilməyən bir nəmlik xaric olarsa, həmin nəmlik məni hökmündədir. Məsələ 355. Əgər insan bir qadınla cinsi münasibətdə olarkən alət, xütnəgaha, dəllə kəsən yerə qədər ya çox daxil olsa, qabaqdan olsun ya arxadan, həddi buluğa çatmış olsunlar ya olmasınlar, məni xaric olmasa da hər ikisi cünub olarlar. Məsələ 356. Xütnəgah miqdarı qədər daxil olub olmadığından şəkk edən şəxsin qüsl etməsi vacib deyil. Məsələ 357. Əgər nauzu billah bir insan bir heyvanla yaxınlıq etsə və ondan məni xaric olsa, təkcə qüsl kifayətdir. Əgər məni xaric olmasa, belə ki, yaxınlıqdan qabaq dəstəmazı var idisə, yenə də təkcə qüsl kifayətdir. Amma dəstəmazlı olmayıbsa, vacib ehtiyatı odur ki, həm qüsl etməli, həm də dəstəmaz almalıdır. Həmçinin kişi ilə yaxınlıq edənin də hökmü belədir. Məsələ 358. Əgər məni öz yerindən hərəkət edib xaric olmasa, ya insan onun xaric olub olmadığından şəkk edərsə, qüsl etməsi vacibdir. Məsələ 359. Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs namaz vaxtı daxil olduqdan sonra da əyalı ilə yaxınlıq eləyə bilər. Məsələ 360. Əgər öz libasında məni görür və onu özündən olub ondan ötürü qüsl etmədiyini bilərsə, qüsl etməlidir.
belə ki, o, məninin gəlməsindən sonra qıldığına əmin olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil. Cünub şəxsə haram olan şeylər. Məsələ 361. Cünuba 5 şey haramdır. 1. Öz bədənindən bir yeri Qur'anın xəttinə, Allahın adına, hansı dildə olsa da, toxundurmaq. Peyğəmbərlərin, imamların və Həzrət Zəhra əleyhissalamın da adlarına toxundurmaması daha yaxşıdır. 2. Məscidul Hərama və Peyğəmbər sallallahu əleyhi və səlləmin məscidinə getmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə. 3. Başqa məscidlərdə vacib ehtiyata əsasən imamların, əleyhissalamların hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda maniyəsi yoxdur. 4. Lazım ehtiyata əsasən bir şeyi məsciddə qoymaq ya bir şeyi məsciddən götürməkdən ötürü daxil olmaq. 5. Səcdəsi vacib olan ayələrdən oxumaq. Onlar bu 4 surədədir. 32-ci Səcdə surəsi, 41-ci Fussilət surəsi, 53-cü Nəcm surəsi, 96-cı Ələq surəsi. Cünub şəxsə məkruh olan şeylər. Məsələ 362. 9 şey cünuba məkruhdur. 1. 2. Yemək, içmək, lakin əllərini və ya üzünü yusa və məzməzə, ağzı su ilə yaxalama edərsə, məkruh deyil. Əgər yalnız əllərini yusa, kərahəti azdır. 3. Qur'anın vacib səcdəsi olmayan surələrdən 7 ayədən artıq oxumaq. 4. Bədənindən bir yerini Qur'anın cildinə, haşiyəsinə ya xətlərinin arasına toxundurmaq. 5. Qur'anı öz yanında gəzdirmək. 6. Yatmaq, amma dəstəmaz alsa, ya suyun olmamağı səbəbinə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil. 7. Həna və bənzəri şeylərə boyanmaq. 8. Bədənə yağ çəkmək. 9. Mühtəlim olandan sonra, yəni yuxuda ondan məni xaric olandan sonra cinsi əlaqədə olmaq. Cənabət qüslü. Məsələ 363. Cənabət qüslü vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma cənazə namazı, səhv səcdəsi, şükür səcdəsi və Qur'anın vacib səcdələri üçün cənabət qüsl etmək lazım deyil. Məsələ 364. Qüsl edərkən vacib qüsl edəcəyindən niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni Allahın əmrini yerinə yetirməkdən ötürü qüsl edərsə kifayətdir. Məsələ 365. Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüslün niyyət edərək qüsl edər və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir.